Heç düşünmüsənmi? Sən ona can atsan da, o səni tərk etməyə hazırlaşır. Sən bədənini qoruduqca, o səni çürütməyə çalışır. İmam Əli əleyhissalamın 1000 illər əvvəldən gələn səsinə qulaq as. Sizin dünyadakı halınız mənzil başına çatmağa tələsən süvarilərə bənzər. Nəyə ümid edir o kəs ki, dünyada qalacağı cəmi bircə gündür. Ölüm sanki bir borc sahibi kimi sürətlə onun dalınca qaçır. Nəyinə güvənirsən? Dünyanın izzətinə aldanma, o yox olacaq. Bərbəzəyinə sevinmə, o məhv olacaq. Bax ətrafına, biri ölür, başqası ona ağlayır. Biri can üstədir, o biri isə dünya malı yığmaq eşqindədir. İnsan qafildir, amma Allah ondan qafil deyil. Agah olun, ləzzətləri viran qoyan, arzuları qıran ölümü yada salın. Çirkin işlərə tələsməkdənsə, Allahın verdiyi saya hesaba gəlməyən nimətlərə şükür etmək üçün kömək istəyin. Vaxt keçir, qalanlar da gedəcək.